Bugünkü xəstəmiz 35 yaşında, 10 ildir ailə həyatı sürür. Belə ki, qadının 3 normal doğuşu olmuşdur və iri çəkili doğuşlardan sonra qadının uşaqlıq yolunda genişlənmə, cinsi əlaqə zamanı diskomfort, qaz çıxartma kimi şikayətləri var. Həmçinin fiziki aktivliyi, öskürmə, sıxırma zamanı sidik qaçırtma kimi şikayətlə müraciət edilmişdir. Bundan başqa, həmçinin cinsi əlaqədən sonra az miqdarda gələn qanun ifrazı telekontak qanaması vardı. Biz müayinələrimizi etdikdən sonra hazırda anarxi korporafiya icra edib, vaginoplastika yəni əməliyyatı icra etdik. Ondan başqa uşaqlıq boynunda olan eroziyanı ablativ metodla yandırdıq. Həmçinin uşaqlıq yolunda 2-3 cm kistası var idi. Onu da xaric etdik. Əməliyyatımız 1 saat davam etdi. Xəstə səhər evə yazılacaq.